Bəzi filmlərə baxdığımdan dolayı biraz psixologiyam pozulmuşdu. Gecəni blokda qaldım, binada. Sabahsı gün səhərdə çıxdım çölə, mağazaya getdim. Şirniyyat falan aldım, yedim. Bir neçə gün əvvəl Tovuzda itkin düşdükdən sonra tapılaraq ailəsinə təhvil verilən 13 yaşlı məktəbli sığınacağa yerləşdirilib və hazırda ona lazımi psixoloji dəstək göstərilir. Xatırladaq ki, Tovuz rayonunun Bozanqanlı kənd sakini aprelin 2-sində oxuduğu məktəbdən çıxaraq evə geri qayıtmayıb. Bir gün sonra yeniyetmə gənci də tapılaraq ailəsinə təhvil verilib. Təəssüflər olsun ki, bəzi məktəblər arasında bu cür hallar az deyil. Onların müxtəlif video oyunlarının aktiv istifadəsi, bir sıra televiziya seriallarına aludə olmaları həm sağlamlıq, həm də psixoloji vəziyyətlərinə mənfi təsir edir. Mütəxəssislər isə düşünür ki, bu cür şagirdlərlə məktəb psixoloqlarının işləməsi mütləqdir. Problem isə odur ki, 100-dən çox şagirdi olan məktəbin də bir psixoloqu var, 1000-dən çox şagirdi olan təhsil müəssisəsinin də. Biz əslində məktəb psixoloqlarının mən qeyd elədim, sayının artırılmasına ciddi ehtiyac var. Eyni zamanda məktəb psixoloqlarının peşəkarlığının artırılmasına çox böyük önəm verilməlidir. Son illərdə Elm və Təhsil Nazirliyi məktəb psixoloqlarının işə qəbuluna vahid danışma tətbiq edib, mərkəzləşmiş formada psixoloqlar işə qəbul olunurlar. Daha böyük şagird tutumlu məktəblərdə psixoloqların sayının artırılmasına bərabər, həm də onların daha effektiv, daha keyfiyyətli işləməsi üçün həmin o mühit təmin olunmalıdır. Artıq bir neçə ildir ki, 47 saylı tam orta məktəbin psixoloq işləyən Günay Abbasova deyir ki, şagirdlərlə daha çox testlər üzərində işləyirlər. Onların sosial-psixoloji vəziyyətlərini müəyyən edirlər. Onların sözlərinə görə bəzən valideynlər uşaqların psixoloqun yanına getməsinə qarşı çıxırlar və məktəbə zəng edərək övladlarının yardıma ehtiyacı olmadıqlarını bildirirlər. Bəzi şagirdlər var ki, yaxınlaşıb deyirlər ki, valideynimə demə. Bu əsasən yeniyetmə yaşlarda olur, ailə daxili problemlərdə olur, valideynlə olan problemlər olur ki, valideyni deyə bilmir, bu problemi həll edə bilmir valideyni ilə və bunu yaxınlaşıb psixoloqa müraciət edir. Yeniyetmə uşağın öz istəyi ilə biz valideyni çağırırıq və valideyni ilə də danışırıq, onu da maarifləndiririk. Yeri gəlmişkən qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Bakı şəhəri üzrə 244 məktəb var və bu məktəblərin daxilində 467 psixoloq hal-hazırda işləyir və vakant olan yerlərimizin sayı 70-ə yaxındır. Düzdür, bu rəqəm hər zaman dəyişə bilir, çünki bəzi psixoloqlar işdən çıxır və belə kimi məsələlər olur. Ona görə də bizim həm kadr ehtiyatı bazasına ehtiyacımız var, həm də vakant yerlərin bağlanmasına böyük bir ehtiyacımız var. Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq ştatı sayının müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən ümumi təhsil müəssisələri üçün şagird sayı 1000-ədək olduqda 1, 1000-dən 3000-ədək olduqda 2, 3000-dən çox olduqda isə 3 psixoloq ştatı müəyyən edilib. Maya Sabir qızı, Namiq Ağayev, İTV Xəbər.